və namazın bu tərzdə qılınmağını əmr etdi. Və o gündən Peyğəmbərin dediyi haqlı namaz parçalandı. Qolu açıq və qolu bağlı namaz. Bu şeiri deməkdə əhl-i sünnə qardaşlarımızla ixtilaf yaratmıram ha. Sadəcə bizə olunan təzyiqləri açıqlayıram yəni. Sonra əlini atdı mənim çiynimə. Qardaş əlini atdı çiynimə, istədi nəsə deyə mən dilləndim. Namaz eyni, səcdə eyni. Niyə bəs sarsılıram? Sən qolu bağlı, mən isə qolu açıq qılıram. Onda gəl belə eləyək, bir-birinə düşman olaq. Bu alınmaz ax bəlkə, qardaş qəlbən olaq. Onda başa düşərik yollarımız birdir bizim. Sadəcə aramıza bir qara şeytan girdi bizim. Sən də səhvi yox elə, mən də səhvimi düşünüm. Sənə zahirdə də, batində də qardaş görünüm. Elə buradan çıx get, cəm elə qardaşlarıvi, yaxınlarıvi, dostlarıvi, bir də ki sirdaşlarıvi. Sənli mənli dostlarımızı bu işə dəvət edək, birləşək əsl qardaş kimi bir vəhdət edək. O da bir kəlmə söz dedi, getdi. Nə dedi? Düz deyirsən, məndə də kin yoxdur sənə qarşı. Birləşib vəhdət edək Xalid düşmənə qarşı. Birləşib vəhdət edək Xalid düşmənə qarşı. Çox sağ olun, diqqətinizə görə Allah canınızı sağ eləsin.